dedik ki, elektrik mühərrikinin iş əmsalı yüksək olduğuna görə geniş yayılıb və elektrik mühərriki işləyən zaman buxar, ətrafa buxar deməli və yaxud da zəhərli qaz və yaxud da tüstü ətrafa zərərli qazları buraxmır. Buna görə də geniş yayılıb və istənilən yerə də quraşdırıla bilər. Məsələn, divara quraşdırıla bilər, hər hansı bir cihazın tərkibində daxilinə quraşdırıla bilər, döşəmənin üzərinə quraşdırılaraq istifadə edilə bilər. Elektrik mühərriki nə üçün nəzərdə tutulub? Cihazın, qurğuların, bunların hərəkətə gətirilməsi üçündür elektrik mühərriki. Elektrik mühərriki necə təsnif olunur? İş prinsipi hansı hadisəyə əsaslanır? Biz dedik ki, elektrik mühərrikinin iş prinsipi necə təsnif olunduğunu biz yuxarıda burada hansı cərəyan növləri burada dedik. Məsələn, fırlanan maqnit sahəsinin alınma sürətinə görə kollektorlu, kollektorsuz, istifadə olunan cərəyan növünə görə sabit dəyişən, fazaların miqdarına görə bir fazalı, 3 fazalı olur. İş prinsipi də necədir? İş prinsipi bir tərəfi deməli itələyici qüvvə olur, bir tərəfi isə deməli özünə çəkən hissə olur ki, itələyici və özünə çəkən hissə deməli arasında olan maqnit sahəsi nəticəsində elektrik yaranır. Daha sonra kollektorlu elektrik mühərrikinin əsas hissələrini sadalayın və onların təyinatını şərh edin. Mövzuda bunu izah etmişəm. Əsas hissələri hansılardır? Rotordur, statordur, deməli kollektorun özüdür, lövbərdir, sarğıdır, nüvədir, valdır. Başqa nə var ki burada? Deyircəkli yastıqlardır, pəridir, nədir o? Ventilatorudur, nüvəsidir və s. Və s. bulardır. Daha sonra kollektor hansı tərkib hissələrdən ibarətdir? Elə o da saydığımız da elə həmin o tərkib hissələridir.